Heç düşünmüşsünüzmü? Adi bir pomidorun, bəli, bildiyimiz pomidorun, ödədiyimiz vergilərlə nə kimi bir əlaqəsi ola bilər? Yəqin ki, ilk baxışda deyərsiniz ki, heç bir əlaqəsi yoxdur. Amma əslində var. Və bu sadə sual gündəlik həyatımızı idarə edən o gizli iqtisadi qanunları anlamaq üçün elə bil ki, bir açardır. Gəlin elə birbaşa bir paradoksla başlayaq. Baxın, məntiqlə düşünsək, daha çox məhsul, daha çox gəlir demək olmalıdır, düzdürmü? Yəni, fermer nə qədər çox pomidor yığsa, o qədər çox pul qazanmalıdır. Amma necə olur ki, bəzən tam tərsini görürük? Fermerlər məhsul bol olanda sevinmək əvəzinə sanki fəlakətlə üzləşirlər. Bax bu, iqtisadiyyatın ən maraqlı tapmacalarından biridir. Və bilin ki, bu heç də sadəcə bir nəzəriyyə deyil, bu tamamilə realdır. Baxın, bu bir qəzet başlığıdır. Məhsul o qədər bol olub ki, fermerlər onu tarladan yığmağa belə tərəddüd ediblər. Təsəvvür edirsiniz, bütün zəhmət boşa gedir. Tam bir fəlakət. Yaxşı, bəs bütün bunların səbəbi nədir? Cavab çox sadə bir sözdə gizlənib. Elastiklik. İndi gəlin birlikdə bu paradoksu həll edək. Bunun üçün də o elastiklik şifrəsini açmalıyıq. Və görəcəksiniz ki, bu anlayış təkcə o tarlada qalan pomidorların taleyini yox, həm də cibimizdən çıxan vergilərin arxasındakı məntiqi də bizi aydınlaşdıracaq. Yəni, nədir bu tələbin qiymət elastikliyi? Ən sadə dildə desək, bu, qiymət dəyişəndə bizim, alıcı kimi, reaksiyamızı ölçür. Belə deyək də, bir məhsul bahalaşan kimi dərhal ondan imtina edirik, yoxsa nə olursa olsun, bu mənə lazımdır deyib almağa davam edirik. Bax, bu sualın cavabı da elastiklik. Bu qrafiklərə baxanda, əslində tələbin fərqli həssaslıq dərəcələrini görürük. Məsələn, o tam şaquli, yəni dikinə duran xət vara, o sıfır elastiklik deməkdir. Təsəvvür edin ki, həyati bir dərmandır. Qiyməti nə qədər qalxırsa qalxsın, məcbursan almağa. Digər tərəfdəki tam üfüqi xətti isə bunun tam əksidir. Elə bil ki, iki fərqli dükanda eyni su satılır. Biri qiyməti cəmi 1 qəpik qaldıran kimi hamı o birindən alacaq. Təbii ki, real həyatda əksər məhsullar bu iki ifrat nöqtənin harasındasa ortada bir yerdədir. Gəlin bu fərqi daha yaxşı anlamaq üçün gündəlik həyatdan nümunələrə baxaq. Deyək ki, benzin. Qiyməti qalxsa belə, çoxumuz maşın sürməyə davam etməliyik, işə gücə getməliyik, düzdürmü? Bax, bu qeyri-elastik tələbdir. Amma təzə bir avtomobil almaq fikriniz varsa və qiyməti qalxırsa, çox güman ki, deyəcəksiniz ki, biraz gözləyim. Bu isə elastik tələbdir. Bizim pomidor məsələsində olduğu kimi, əksər kənd təsərrüfatı məhsulları da bax o birinci, yəni qeyri-elastik kateqoriyaya aiddir. Yaxşı, bura qədər hər şey aydındır. İndi isə gəlib çıxırıq məsələnin ən can alıcı nöqtəsinə. Baxın, satıcı üçün, bizim fermer üçün vacib olan tək bir pomidorun qiyməti deyil axı. Əsas məsələ günün sonunda cibinə cəmi nə qədər pulun girməsidir. Buna iqtisadçılar ümumi gəlir deyir. Yəni sadəcə satılan məhsulun sayı ilə qiymətinin hasili. Və bax bu elastiklik dediyimiz şey birbaşa həmin ümumi gəlirə təsir göstərir. Aha, və bu qrafik bizim o başdakı tapmacanı tamamilə həll edir. Pomidor kimi məhsullara tələb dedik ki, qeyri-elastikdir. İndi təsəvvür edin, məhsul bollaşdı, bazara çoxlu pomidor çıxdı və qiymətlər kəskin düşdü. Düzdür, insanlar qiymət ucuzlaşdı deyə bəlkə biraz daha çox pomidor aldılar, amma miqdardakı bu cüzi artım qiymətdəki o göy enişi kompensasiya edə bilmir. Nəticə, fermerin ümumi gəliri, yəni qrafikdə gördüyünüz o rəngli sahə kiçilir. Bax, fəlakət də budur. Amma elastik məhsullarda, məsələn, avtomobillərdə vəziyyət 180 dərəcə fərqlidir. Bir avtomobil şirkəti qiymətləri cüzi endirən kimi satışların sayı partlayır. Çünki insanlar bu fürsəti qaçırmaq istəmir. Qrafikdə də görürsünüz, qiymət düşəndən sonra yaranan yeni rəngli sahə əvvəlkindən qat-qat böyükdür. Bu da o deməkdir ki, şirkətin ümumi gəliri artır. Bütün o endirim kampaniyası dediyimiz şeylərin sirri də elə budur. Yaxşı, pomidor məsələsini, endirimləri aydınlaşdırdıq. Amma bu elastiklik anlayışı təkcə alış-verişdə işimizə yaramır. Gəlin indi bu məsələni biraz da ciddiləşdirək və hamımızı maraqlandıran bir mövzuya, vergilərə tətbiq edək. Heç düşünmüsünüzmü? Hökumət hər hansı bir məhsula, deyək ki, ƏDV tətbiq edəndə o verginin yükünü əslində kim çəkir? Hamısını biz, alıcılar ödəyirik, yoxsa bir hissəsi satıcının boynuna düşür? Nə düşünürsünüz? Cavab, təxmin etdiyiniz kimi, yenə də elastiklikdə gizlənir. Baxın,
Bu qrafik vergi yükünün alıcı ilə satıcı arasında necə bölüşdürüldüyünü çox aydın göstərir. Hər şey o, tələb və təklif xətlərinin nə qədər dik olmasından asılıdır, yəni onların elastikliyindən. Və qızıl qayda budur, hansı tərəf daha az elastikdirsə, yəni qiymət dəyişikliyinə daha az reaksiya verirsə, verginin daha çox yükünü o daşıyır. Bizim alıcılar üçün bu nə deməkdir? Əgər bir məhsula olan tələbiniz qeyri-elastikdirsə, yəni o məhsul sizə çörək kimi, su kimi mütləq lazımdırsa, təəssüf ki, verginin daha böyük hissəsini siz ödəyəcəksiniz. Çünki satıcı bilir ki, qiymət artsa belə siz ondan imtina edə bilməyəcəksiniz. Məhz elə buna görə də yanacaq və ya əsas qida məhsulları kimi zəruri şeylərə qoyulan vergilər adətən aşağı gəlirli ailələrə daha çox təsir edir. İndi isə gəlin miqyası daha da böyüdək. Pomidorlardan vergilərə keçdik, indi isə məhsullardan birbaşa maaşlarımıza gəlib çıxırıq. Çünki bu qüvvələr, yəni tələb, təklif, elastiklik, onlar təkcə mağazadakı məhsullara qiymət qoymur, daha dərinə gedir. Onlar əslində bizə, yəni insanlara qiymət qoyur. İqtisadiyyatda bütün gəlirlərin mənbəyi 4 əsas istehsal faktoru hesab olunur. Bunlar nədir? Bizim işləməyimiz, yəni əmək, maşınlar, avadanlıqlar, pul, yəni kapital, torpaq, su, faydalı qazıntılar kimi təbii sərvətlər və bütün bunları bir araya gətirib risk edən sahibkarlıq. Necə ki, bazarda pomidorun bir qiyməti var. Eynilə bu faktorların da bir qiyməti var. Bizim əməyimizin qiyməti aldığımız maaşdır. Kapitalımızın qiyməti aldığımız faizdir. Torpağımızın qiyməti rentadır və sahibkarın aldığı riskin mükafatı da mənfəətdir. Gördüyünüz kimi, bizim gəlirlərimiz də məhz bu bazarlarda formalaşır. Yaxşı, bütün bu iqtisadi qüvvələr toplananda cəmiyyətdə necə bir mənzərə yaranır? İndi gəlin böyük şəklə baxaq və bu gəlir bölgüsünü necə ölçdüyümüzü görək. Bunun üçün iqtisadçılar Lorenz əyrisi deyilən bir vasitədən istifadə edirlər. Baxın, o düz xətt ideal vəziyyəti, yəni ölkədəki hər kəsin eyni gəlirə sahib olduğu tam bərabərliyi göstərir. O əyri xətt isə reallıqdır. Bu iki xətt arasındakı boşluq nə qədər böyükdürsə, cəmiyyətdəki gəlir bərabərsizliyi də bir o qədər dərindir. İndi bu mürəkkəb qrafiki daha sadə, tək bir rəqəmlə ifadə etmək üçün Gini əmsalı deyilən bir ölçü var. Bu, fərqli ölkələrdəki bərabərsizlik səviyyəsini müqayisə etməyə imkan verir. Bu şkalanı yadda saxlamaq çox asandır. 0 tam bərabərlik deməkdir, 1 isə tam bərabərsizlik, yəni bütün sərvətin bir nəfərin əlində cəmlənməsi deməkdir. Amma gəlin bir şeyi unutmayaq. Bütün bu əyrilər, əmsallar, qrafiklər, bunlar sadəcə soyuq rəqəmlər deyil. Hər birinin arxasında real insan hekayələri, real talelər var. Kəndli yoxsullaşır kimi qəzet başlıqları gördüyümüz zaman, əslində biz bu iqtisadi qüvvələrin nə qədər dərin və həqiqi təsirlərini görmüş oluruq. Beləliklə, yolçuluğumuz haradan başladı, haralara gəlib çıxdı? Bir fermerin pomidor tapmacasından başladıq, vergilərin görünməyən yükünü anladıq və nəhayət bütün cəmiyyətdəki gəlir fərqlərini ölçməyi öyrəndik. Artıq əlimizdə bu fərqi ölçmək üçün alətlər var. Amma bəlkə də ən çətin sual bundan sonra başlayır. Yaxşı, bu fərqi ölçə bilirik, bəs onu necə aradan qaldıra bilərik? Bu sualın cavabı isə artıq tamam başqa bir söhbətin mövzusudur.